Salam əzizləyicilər, hər birinizə kanalımda xoş gördüm. Əziz izləyicilərim, mən bugün sizə sizin şəxsi məlumatlarınızı, yəni sizin icazəniz olmadan sosial şəbəkələrə əlavə edən şəxslərin hesabını necə bloklaya və necə paylaşımı sosial şəbəkənin qaynar xətti ilə, yəni maillə necə əlaqə yaradıb onu sildirməyi göstərəcəm. Öncəliklə TikTokda məsələn mən öz kanalıma, yəni əsas kanalımdan YouTube kanalı, ya bu mənim hesabımdır. İndi mən göstərmək üçün burada əlavə eləmişəm. Əvvəlcə əziz izləyicilərim, sizin şəklinizin, yəni sizin şəklinizin və yaxud da nömrənizin paylaşdığı postu bir dəfə, yəni hesab qarşı screenshot edirsiniz, yəni ekran görüntüsünü alırsınız. Sonra isə həmin videonu saat vaxt düşməklə, yəni heç bir belə deyimsə redaktor olmadan yenə ekran görüntüsünü çəkirsiniz. Çəkdikdən sonra burada paylaşın düyməsi var. Gördüyünüz kimi favorilərin altında paylaşın düyməsi var. Burada paylaşın üzərindən bir dəfə vurandan sonra təkrar paylaşın altında bayraq işarəsi var. Bildirin. Bildirin üzərinə bir dəfə vurursunuz. Vurduqdan sonra burada sizə belə deyim də, yəni bildirmək üçün sizin nə bildirəcəksiniz onu göstərirsiniz. Məsələn, burada dezinformasiya var, zorakılıq var, nifrət var, intihar var, yemək pozğunluğu, sağlam olmayan bədən təsviri var, fırıldaqçılıq var. Saxta məhsullar da var. Yəni kimsə saxta məhsul satışa verəndə onu da belə deyim, bildirib o videonu sildirə bilirsiniz. Burada yəni əgər sizin şəklinizi paylaşıblarsa, indi bu ki tez-tez baş verir. Burada şəxsi məlumatların paylaşılması var. Deyir aşağıda deyir şəxsi məlumatların paylaşılması, şəxsi telefon nömrələri və ev ünvanlarının paylaşılması, maliyyə və ödəmə məlumatlarının paylaşılması, bank hesabları, giriş məlumatlarının paylaşılması, məsələn ad, parollar, belə deyim də sizə, məsələn Facebookun, Instagramın şəklini paylaşmaq olmaz, yəni parolun, giriş parolunuzdan paylaşmaq olmaz. Bunu siz bildirəndə video silinir. Burada təqdim edinə bir dəfə vurandan sonra burada bildirdiyiniz üçün təşəkkür edirik. Mən videomu bildirirəm, çünki mən bildirdiyim videoda heç bir saxta və yaxud zorakılıq yoxdur. Yəni mən bildirsəm də bu boşa gedir. Deyir bildirdiyiniz üçün təşəkkür edirik. Burada həmin kanala səssizə də ala bilirsiniz və yaxud da bloklaya da bilirsiniz. Bu mənə lazım deyil. İndi ən birinci, indi əsas işə gəlin, göstərim sizə. Ən əsas iş necə TikTok'un qaynar xətti ilə, yəni mail üzərindən necə danışıb onu sildirmək olar. Ümumiyyətlə bildirim ki, videonu siz mail yazanda siz siyasi, diplomatik şəkildə yazmalısınız. Adınız, soyadınız, sizin şəxsi məlumatlarınızın paylaşıldığı vaxt, tarix, bunlar yazılmalıdır. Mümkünsə də şəxsiyyət vəsiqəsinin də şəklin, çəkdiyiniz 2 ədəd ekran görüntüsünün şəklini çəkib, bir də linki kopyalayıb atmaq lazımdır. Linki də kopyalamağı sizə öyrədim əziz izləyicilər. Linki kopyalayanda burada WhatsApp'ın qırağında, yəni statusu əlavə edin yox, linki kopyalayın var. Linki kopyalayın, bir dəfə vurduqdan sonra link kopyalanır. İndi hazır mesaj mən yaratmışam. O hazır mesajı əgər istəyən olsa, mənim Telegram kanalımın linkini paylaşacağım. Oradan daxil olub həmin mesajı asanlıqla kopyalayıb TikTokda öz adın, soyadın, videonun linkin, şəkillər də əlavə edib asanlıqla TikTokla əlaqəyə keçə bilər. İndi göstərim əziz izləyicilər. Burada mən qeydlərə əlavə etmişəm. Qeydlərə əlavə etmişəm əziz izləyicilər. Burada gördüyünüz kimi mən yazmışam ki, mənim filan vaxtı mən əvvəlcə özümü təqdim eləmişəm TikToka. Təqdim eləyəndən sonra necə problemlə qarşılaşmışam, yəni mənim problemim nədir? Mənim telefon nömrəmi paylaşıblar və yaxud ev ünvanımı paylaşıblar, bank kartımı və yaxud sosial şəbəkəmin parollarını paylaşıblar. Bu haqqda məlumat verdikdən sonra, yəni ümumi məlumat verdikdən sonra burada həmin kanalın adını kopyalayıb yazırsınız. Adını da kopyalamağı öyrədim sizə. Burada çox asanlıqla gəlirsiniz. Caps Lock altda ət işarəsilə, yəni ət işarəsinin üzərinə bir dəfə basıb saxladıqdan sonra istifadəçi adı kopyalandı yazır. İstifadəçi adı kopyalandıqdan sonra gəlirsiniz bax bura, yəni ayın tarixi yazılandan sonra ət işarəsinin qabağına bunu yapışdırırsınız və videonun linkini necə əlavə etmək olar? Burada gördüyünüz kimi link to the video, yəni ki linki əlavə edin. Məsələn bu videonu seçmişdim də. Bəli, gördüyünüz kimi məndə artıq görsənmir video.
Videonun linkini kopyaladıktan sonra bura videonun linkini əlavə edirəm. Sonra gəlirəm burada yenidən Caps Lock'un kanalın adını kopyalayıb yenidən yazıram ora. Kopyaladıktan sonra burada yazıram. Yazdıktan sonra artıq bizim mesaj, belə deyək, məktub hazır olur. Burada isə gəlirəm, bütün hamısını seç deyirəm. Hamısını seç, kopyala. Kopyaladıktan sonra əziz izləyicilər, bir şey də sizə öyrədim. Sizin Gmailinizdə yaddaş boş olmalıdır. Yəni çünki siz məktub göndərəndə sizin məktub gəlməlidir. Sizin yaddaş dolu olmalı deyil. Yəni yaddaşınız boş olmalıdır ki, TikTok sizə mesaj göndərəndə sizin belə deyək, inboxunuza, yəni mesaj qutusunuza o həmin mesaj gəlib çatsın. Yəni o yolda qalmasın. Yaddaş tələb edir çünki mesajda. Burada tərtib edinə bir dəfə vurursunuz əziz izləyicilər. Kimdən mənim burada Gmailim var, kimə? İndi kimə də öyrədəcəm. Burada mövzu olaraq mövzunu buraya yapışdırırsınız. Yəni ki, nə vaxt sizin müəllif hüququ tapdalanıb, ayın neçəsi, saat neçədə ona kimi yazırsınız. Yazdıqdan sonra kimə? Kiməni də mən sizə burada qeydlərdə qeyd eləmişəm. Burada 2 ədəd TikTok belə deyim, qaynar xətt nömrəsi var. Yəni maili var, üzr istəyirəm, elektron poçtu var. Bunu buraya yazdıqdan sonra gəlirik şəkil seçməyə. Şəkil seçəndə isə burada quş ilə göstərdiyim paylaş düyməsindən fotolara daxil olub, burada 2 ədəd şəkili əlavə edirəm. Şəkili əlavə etdikdən sonra əziz izləyicilər, şəkil artıq göstərilir. Gördüyünüz kimi burada şəkillərimiz göstərilir. Göstərdikdən sonra artıq quş işarəsi ilə göndər düyməsinə vururuq və bizim mesaj göndərilir. İkinci bir TikTok kanalını sizə deyim, yəni elektron poçtunu sizə deyim. Burada isə artıq belə deyək, daha ciddi yanaşırlar. İkisinə də göndərməyinizi məsləhət görürəm, çünki sizin nə qədər ciddi olduğunuzu bilsinlər. Bunu da buraya yapışdırdıqdan sonra quş işarəsi ilə, yəni həmin bu mesajı buraya kopyalayıb, atıb, yadda saxlayıb, şəkillər də əlavə etdikdən sonra quş işarəsi ilə göndər düyməsinə basıb, artıq sizin elektron poçtunuz TikTok'un qaynar, belə deyək, xəttinə də, yəni sizin anlayacağınız dildə deyim, yəni elektron poçtuna, qaynar xəttinə sizin məktubunuz göndərilir, yəni ərizə formasında göndərilir və sizə sonradan TikTok sizə geri dönüş edir. TikTok sizə geri dönüş etdikdə isə sizdən şəxsiyyət vəsiqəsi, siz olduğunuz təsdiq edəcək sizin məlumatlar, şəxsi məlumatlarını təqdim etməyinizi xahiş edir. Əsasən iş günləri ərzində, ən tez 2-3 gün ərzində, amma həftə içi, yəni 5 gün iş gün ərzində sizin məlumatları düzgün təqdim etmişsinizsə, sizə TikTok geri dönüş edib, sizinlə maraqlanır. Yenidən deyirəm, bu təkcə TikTok üçündür. Yəni əgər başqa sosial şəbəkələrdən yenə belə deyək, video pozğuntusu və yaxud şəxsi məlumatların oğurlanması varsa, orada sadəcə TikTok mesajlarda TikTok'u silib, oraya ayı tarixi və sosial şəbəkənin olduğu vaxtı ayı təqdim edirsiniz. Yəni bu qədər əziz izləyicilər, əsas bizə lazım olan diplomatik, siyasi bir mesaj lazımdır, yəni mətn lazımdır. Ondan sonra həmin hesabın, əgər sizə hesab bloklayıbsa, yeni bir hesab açıb və yaxud dostunuzun hesabı ilə daxil olub, o videonu, o şəkili, ekran görüntüsünü əlavə edib, öz telefonunuza əlavə edib, sonradan ancaq redakt eləməyin. Yəni saat, tarixin görsənəcək şəkildə. Məsləhət görürəm ki, qıraqdan bir timing da açasınız ki, orada vaxt, tarix görsənsin. Çünki bu önəmlidir. TikTok sizin nə qədər ciddi olduğunuzu anlayır. Yəni bu qədər əziz izləyicilər. Əgər video sizin xoşunuza gəldisə, videonu bəyənib kanala abunə olmağı unutmayın. İnşallah bu qədər davamlı videolar gələcək. Sizə yararlı, sizin
belə deyim, zor durumda olanda sizin köməyinizə çatacaq belə videolar gələcək inşallah. Yəni ümid edirəm ki, anlayışlı video oldu, yəni anlaqlı video oldu. Siz anlaya biləcəksiniz. Əgər yenə nəsə sualınız olsa, videonun rəy bölməsində yazın. Mən sizə sevə-sevə məlumat verməyə hazıram. Bu qədər əziz izləyicilər. Kanala abunə olmağı unutmayın, zəhmət olmaz.